Bədəlli və yaxud da Qalacıq mağaraları. Bu mağaralar Bədəlli kəndi ilə Yekəxana kəndi arasında yolun solundakı dağda sıldırım qayalıqlarda yerləşir. Gəlin sizlərlə birlikdə bu mağaranın içi ilə də tanış olaq. Hə? Oradan sol tərəfinə yuxarı qalxdım. Amma ehtiyatla qalx da. Buradan sonrası biraz sıxıntılıdır. Burada heç bir ayaqlıq da yer yoxdur. Bu qıraqla belə gedirik. Addım gəldiyim yer. Qıraqdakı cığır. Daş. Burada həmçinin belə. Sonunda gəldim, çıxdım mağaranın giriş hissəsinə. Yəni aşağı belə qayalıqdır. Oralar da elə. Gəldiyim yer isə buraydı. Bu qıraq, bu cığır. Görsənlər sağ tərəfdə. Orada demək olar ki, qayaya yapışa gəlmişəm. Hündürlüyü də var. Keçəyim mağaranın içinə. Haydi bismillah. Mağaranın içi belədir. Daşdan zaten nə salaq. Bu mağara burada bitir. Bu da burada bitir. Ama o bir mağaraya giriş. Buradan balaca yerdən o mağaraya giriş var. Burası burada mən yerləşmərəm. Bu tərəfdən də mümkünsüz kimi bir şeydir. Çünki burada məsafə yoxdur. Yerləşmərəm deyə bir şey yoxdur. Təbii ki, burada yerləşdim. Buradan da keçdim. Bu şeydə də vardı. Nərmankət mağarasında da vardı belə bir oyuq. Daha bilmirəm. Rahat düşüb çıxmaq üçün yoxsa nə üçünsə. Yəni bu qıraqla gəlməkdənsə buraya yerləşməyi daha üstün tuturam. Və otaqlar arasında giriş, yəni hamısında bax belə balaca cığırlarlandır. Daha doğrusu belə balaca ara kəsmənəndir. Orada da balacaydı, burada da. Burada yenə də keçmək olur. O birində ümumən uzanıb keçdim. Hər otağın da belə bir pəncərəsi var. Yəni hündürlüyü elə də çox deyil. Mənim boyum hardasa 1.80-da başım dəyir. Yəni giriş isə 1.80-dır. O bir hissələr daha balaca. Burada da həmçinin belə girişlər. Bir de burada var. Bu da bir giriş. Bu da sonuncu. Ve bəli, bitti. Bu da bizim mağaralarımızın sonuncusu. Bundan sonra mağara yoktu. Buraların ümumiyyətlə çox alçaqlığı var, çox alçaqdır. Və divarların demək olar ki, hamısında belə bir oyuqlar var. Və otaqların hamısının keçidi belədir, balaca dar. Həmin oyuqlardan. Bəlkə də giriş hissələrinin belə dar olmağı, balaca olmağı hər hansı bir təhlükə zamanı buranı bağlamaqdan ötürü ola bilər. Yəni biri var böyük qapını bağlayasın, biri var balaca qapını. Bu qədim mağara təəssüflər olsun ki, hələ də araşdırılmır. Nə bu mağaranın yaşı, nə də bu mağarada kimlərin yaşadığı barədə dəqiq bir məlumat yoxdur. Amma bu yöndə bəzi fərziyyələr mövcuddur. Məsələn, Qalacıq sözü kiçik qala mənasını verir. Bu da onu göstərir ki, bura insanlar tərəfindən müdafiə məqsədi ilə istifadə edilmişdir. Yəni o birlərin giriş hissəsi normaldır da, yəni bu çox balacadır. Yəni mən buradan uzanıb keçdim. Yəni bilmirəm, dədə-babalarımız çox balaca olub ya çox incə olub deyə bilmərəm. Amma yekəpər olublarsa, yəni buradan keçə bilməzlər. Bəlkə də nə bilim.
Başqa hansı bir məqsədləri var deyə bilmərəm. Yəqin bunlar ocaq üçün olur ya da daxıl falan şkaf kimi istifadə etməyə. Və yenə mən buradan zülümlə uzanıb keçməliyəm. Yəni buranın hündürlüyünü sizə deyim ki, yəni bir dirsəyə qədər, yəni parmaq ucundan dirsəyə qədər məsafəsi var. Yəni üstü başımızı belə toz halına salıb yenə qayıdaq gəldiyimiz yolla geri. Bu da gəldiyimiz yoldur. Yəni bu zığırla tuta-tuta, bu buranla tuta-tuta gedirik.